Amerika vizasından kəsilmək istəmirsənsə, bu videonu diqqətlə izlə. DS-160 və ya Green Card qalibləri üçün doldurulan DS-260 formada yalan məlumatlar paylaşmaq birmənalı şəkildə olmaz. Çünki ABŞ sistemi bütün məlumatların doğruluğunu bir-bir yoxlayır. Bura nələr aiddir? Yanlış tarix, fərqli ad yazılışı, saxta nikah və bunun kimi digər məlumatlar. Müraciət edənlərin həddindən artıq böyük əksəriyyətinin buraxdığı səhvlərdən biri də məhz şəkillərlə bağlıdır. Təkcə şəkildəki səhvlərə görə belə diskvalifikasiya oluna bilərsiniz. Bura nələr aiddir? Şəklin düzgün ölçüdə təqdim olunmaması, arxa fon problemi və yaxud da şəkilə tətbiq etdiyiniz filtrləmə. Bunlar sizin birməşə rədd cavabı almanıza yardımcı olacaq. Ən kritik mərhələlərdən biri isə ailə üzvlərinə bağlı məsələlərdir. Belə ki, ailə üzvlərini gizlətmək, övladlar barədə məlumat verməmək və ya saxta məlumat vermək, əvvəlki nikahları gizlətmək, boşanmış olmanız və yaxud da ki, əvvəlki həyat yoldaşınızla bağlı məlumatlarda yanlışlığa yol vermək ən kritik və ən həssas məsələlərdən biri kimi nəzərə alınır. Cinayət və hüquqi problemlər Amerika vizası üçün ən həssas nöqtələrdən biridir. Kriminal keçmişiniz, hər hansı bir ölkədən deport olmağı, ABŞ viza pozuntunuz və ya hər hansı bir saxta sənəd təqdim etməyiniz birbaşa rədd cavabı almağınıza yardımcı olacaq. Maddi vəziyyətinizin zəif görünməsi də sizə bu işdə əks işləyəcək. Konsulluq əməkdaşı birmənalı şəkildə düşünə bilər ki, siz Amerikada özünüzü təmin edə bilməyəcəksiniz və ya sizin sponsorunuz yoxdursa və ya onunla bağlı hər hansı bir əsaslı fakt və ya argument təqdim edə bilmirsinizsə, o zaman bu da sizin əleyhinizə işləyən məqamlardan olacaq. Müsahibədə sizə verilən çarpaz suallar, həyəcanlanmaq, əzbərçilik, qeyri-plan üzrə danışmaq rədd cavabınıza təsir edəcək. İntervyu zamanı bəzən sizdən əlavə sənədlər təqdim olunması tələb olunur. Bu zamanda sürətli müraciət çox önəmli faktordur. Xüsusən də TV qalibləri üçün deadline-lar təqdim olunur və həmin o deadline-a qədər siz o sənədləri mütləq təqdim etməlisiniz ki, onlarla bağlı hər hansı bir şübhələr yaranmasın. Əgər sizin də Amerika vizası ilə bağlı əlavə konsultasiyaya ehtiyacınız varsa, o zaman bu videonun şərh hissəsinə viza sözünü yazın. Viza konsultantlarımız sizinlə əlaqə saxlasınlar və sizi viza görüşünə hazırlasınlar. Görüşərik.